Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Hind buxuru və ya Boswellia serrata təbiətin möcüzəsidir. Bu ağaclar quru və qayalıq ərazilərdə böyüyərək təbiətin sərt şərtlərinə qarşı dözümlülüyü ilə tanınır. Buxur ağacının qətranından əldə edilən bu qədim müalicə vasitəsi əsrlər boyu qiymətli olub. Qətran diqqətlə yığıldıqdan sonra müxtəlif tibbi məqsədlər üçün istifadə olunur. Nəsillər boyu Hind buxuru müalicəvi xüsusiyyətləri ilə məşhur olan Ayurveda təbabətinin təməldaşı olub. Bu qədim təbabət sistemi təbii müalicə üsulları ilə sağlamlığı qorumağa yönəlib. Ağacdan çıxarılan qətran sərtləşərək qızılı sarı damcılar əmələ gətirir. Hər biri terapevtik birləşmələrlə doludur. Bu damcılar təbii şəfa gücünü özündə cəmləşdirir. Bu gün müasir elm qədim müalicəçilərin əsrlər boyu bildiklərinə çatır. Hind buxuru sağlamlıq üçün bir çox fayda təklif edir. Araşdırmalar göstərir ki, bu təbii maddə iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərə malikdir. Hind buxurunun ən məşhur faydalarından biri onun iltihab əleyhinə xüsusiyyətlərindədir. Bu qədim təbii vasitə min illərdir ki, müxtəlif mədəniyyətlər tərəfindən istifadə olunur və müasir elmi tədqiqatlar da onun effektivliyini təsdiqləyir. Bu təbii müalicə vasitəsi iltihabı mənbəyində hədəf alan Boswellia turşuları kimi tanınan güclü birləşmələr ehtiva edir. Bu birləşmələr iltihabın səbəb olduğu ağrıları və şişkinliyi azaltmağa kömək edir. Tədqiqatlar göstərir ki, Hind buxuru oynaq funksiyasını və hərəkətliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bu, xüsusilə artrit kimi oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Bu güclü iltihab əleyhinə təsir bədənin digər sahələrinə də yayılır və iltihabi bağırsaq xəstəliklərindən xilas olmağa kömək edir. Mədə-bağırsaq sisteminin sağlamlığını dəstəkləyir və həzm problemlərini yüngülləşdirir. Bundan əlavə, Hind buxurunun tənəffüs sağlamlığını dəstəkləməkdə vəd etdiyi göstərilib. Onun tərkibindəki maddələr nəfəs yollarını açmağa və nəfəs almağı asanlaşdırmağa kömək edir. Onun bəlgəmgətirici xüsusiyyətləri hava yollarını təmizləməyə kömək edir və bu da astma və ya bronkit xəstələri üçün faydalıdır. Bu xüsusiyyətlər nəfəs almağı daha rahat və azad edir. Fiziki faydalarından başqa, Hind buxuru həm də zehni rifahı artıra bilən xüsusiyyətlərə malikdir. Onun sakitləşdirici təsiri stressi azaltmağa və zehni aydınlığı artırmağa kömək edir. Hind buxurundan müxtəlif formalarda istifadə etmək olar. Bu da onu çox yönlü və dəyərli edir. Hər biri unikal faydalar təklif edir və müxtəlif ehtiyaclara cavab verir. Məşhur metodlardan biri efir yağını yaymaqdır. Bu da evinizi sakitləşdirici və rahatlaşdırıcı ətri ilə doldurur. Hədəfli rahatlama axtaranlar üçün Hind buxuru topikal kremlər və məlhəmlər şəklində mövcuddur. Bu da dərinizə birbaşa tətbiq olunur. Bu formulalar oynaq ağrılarını sakitləşdirmək və iltihabı azaltmaq üçün xüsusilə təsirlidir. Bu da onları gündəlik istifadə üçün ideal edir. Hind buxuru ekstraktı olan əlavələr konsentratlaşdırılmış Boswellia turşuları dozası təklif edir. Bu da ümumi sağlamlığınızı dəstəkləyir. İstər efir yağının aromatik təcrübəsini, istərsə də sakitləşdirici təsirini seçin. İstər topikal tətbiqlərin hədəfli rahatlamasını, bu da dərinizə birbaşa təsir edir. İstərsə də əlavələrin rahatlığını seçin. Bu da daxili sağlamlığınızı dəstəkləyir. Hind buxuru çox yönlü seçimlər təklif edir. Hər birinin özünə məxsus faydaları var. Hind buxurunu gündəlik həyatınıza daxil etmək, özünə qulluq etməyin sadə bir yoludur. Sakitləşdirici bir atmosfer yaratmaq üçün gününüzə Hind buxuru efir yağını yaymaqla başlayın. Fiziki fəaliyyətdən əvvəl və ya oynaq narahatlığı hiss etsəniz, Hind buxuru olan topikal krem tətbiq edin. Gündəlik rejiminizə yüksək keyfiyyətli Hind buxuru əlavəsi əlavə etməyi düşünün. Qədim müalicə ənənələrinin müdrikliyini qəbul edin və ümumi sağlamlığınız və canlılığınız üçün Hind buxurunun transformativ gücünü yaşayın. Videonu izlədiyiniz üçün təşəkkürlər. Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Sədaqət Kazımova, Azərtib Az. Sağlam gələcək, Azərtiblə gələcək.